Nərimanov rayonu 57 nömrəli məktəbin direktoru Aytən Sadıqova məktəbi elə bir bazara çevirib. Hər il hər şeyə bir qiymət qoyur. Keçən il 50 manat aldılar. Bu il də bizdən 80 manat istəyirlər. Məktəbdə dərsə gələn də gəlməyənin qiymətləri belə fərqlidir. Dərsə gəlməyib hazırlığa gedir və ya işləyir, amma dərsə gələn şagirddən yaxşı qiymət yazılır. Yəni pul alınandan sonra həmin şagirdin qiymətləri tamamilə qaydaya salınır. Analog az xəbər verir ki, paytaxt Orgen Nərimanov rayonu 57 nömrəli məktəblə bağlı belə bir iddia dolu şikayət məktubu daxil olub. Şikayət məktubunda deyilir, imtahandan kəsilən uşaqlardan var ki, onlardan lap çox alırlar. Hadisəni əvvəl gizlədilər, sonra 100-200 manat alırlar. Baxır da kimin evladıdır. Orta təhsil haqqında attestatı almaq üçün onlarla şagird var ki, müəyyən məbləğdə pul tələb edilib. Məktəblərində şagirdlər attestatın müxtəlif qiymətlərə satıldığı kimsəyə sirr deyil. Məktəbdə fəaliyyət göstərən valideynlər komitəsi buna əyani şahiddir. Onu da qeyd edim ki, 9-11 sinif şagirdlərinə hazırlığa getmələri üçün pul qarşılığında icazələr verilir. Həmçinin qonşu məktəblərdən 9-10 sinif şagirdləri 57 nömrəli məktəbə onlarla şagird yerdəyişməsi etməkdədir. Analog az bildirilir ki, Aytən Sadıqova ilə bağlı qeyd olunanlar bununla bitmir və növbəti yazımızda əlavə iddiaları təqdim edəcəyik. Bizi izləməyə davam edin. Müraciətin davamı var.